Salam müəllimlər, bugünkü dərsimiz olacaq Daniel Golemanın emosional zəka nəzəriyyəsi. Daniel Goleman deməli məşhur Amerika psixoloqu olmuşdur. Daniel Goleman emosional zəka nəzəriyyəsini irəli sürmüşdür və bu nəzəriyyəni irəli sürməyinin də səbəblərindən biri qarşılaşdığı bir belə deyək də hadisə idi ki, bunun əsasında emosional intellekt nəzəriyyəsini formalaşdırmışdır. Gəlin həmən hadisəyə baxaq. Deyir, yağışlı günlərin birində Daniel Goleman Nyu-York şəhərində ağır iş günündən sonra yorğun halda avtobus dayanacağında gözləyirdi. Dayanacaqda insanlarla dolu idi. Bu artıq yorğun olan Golemanı biraz da üzürdü. Nəhayət avtobus gəlir. Goleman avtobusa minər-minməz qara dərli, orta yaşlı sürücü şən əhval-ruhiyyə ilə "Salam, necəsən?" deyə səslənir. Sürücünün bu davranışı nəinki Golemana, eyni zamanda digər yorğun sərnişinlərə də xoş təsir edir. Yol boyu bu hər kəsə qarşı nəzakətli olur. Deməli, sürücü hər kəsə qarşı nəzakətli olur və hətta bələdçi kimi şəhər haqqında maraqlı məlumatlar verməyə başlayır. Goleman baş verənləri diqqətlə izləyir. O, avtobusdan düşən sərnişinlərdə ruh yüksəkliyini müşahidə edir. Onlar artıq yorğun günün ağırlığını artıra qoyaraq evlərinə yollanırdılar. Eynilə Goleman özü də həmin hissləri keçirirdi. Deməli, bu hadisə baş verən dövrdə də Goleman yenicə psixologiya sahəsi üzrə doktorluq dissertasiyasını müdafiə etmişdi. Baş verən hadisə Golemanın emosiyalara, yəni insanın hisslərinə virus kimi yoluxucu olduğunu və bunun cəmiyyət üçün nə dərəcədə vacib olduğu qənaətinə gəlməsinə səbəb olur. Bu andan etibarən o tədqiqatlarını məhz emosiyaların psixologiya sahəsi üzrə aparmaq qərarına gələr. Beləliklə, Goleman tədqiqatları nəticəsində emosional intellekt anlayışını deməli formalaşdırmış olur. Baxın, müəllimlər, belə deyək də, insanların deyir, emosiyaları nədir? Onların belə deyək, hissləridir. O, məsəl üçün, insanlarla davranışıdır. Hisslər deyəndə, yəni davranışlarıdır ki, bu yoluxucu olur. İnsanı necə, məsələn, qarşılayırsansa, o cürdə insanlarda, məsələn, yorxur, o qarşılama onlarda da əks olunur. Məsəl üçün, sinifdə lap müəllim olsun, dərsi keçərkən elə başlamalıdır ki, dərsə, çünki bu emosiyalar yorxucudur. Uşaqlar da dərsə maraq oyatsın, onlar cəlb olunsun dərsə. Biz hər zaman neynəməliyik? Öz emosiyalarımızdan hər yerdə düzgün istifadə etməliyik. Daniel Golemana görə də məhz insanın iki zəkası var. Bir emosional, bir də rasional zəka. Emosional, yəni bizim belə deyək də, öz hisslərimizlə, davranışlarımızla olandır. Rasional zəka isə artıq öz şüurumuzdakılardır. Özümüzü belə deyək də, hiss etdiklərimizi, məsələn, dilə gətiririksə, rasional kimi gedir. Məsələn, deyir, yoldaşı rəhmətə gedən bir qadın bir müddət sonra özünü artıq yaxşı hiss etdiyini, işlərin rəvan getdiyini deyir. Amma bunu danışdıqca onun gözləri yaşarır. Bu demək deyil ki, o hissləri haqqında yalan məlumat verir. O həqiqəti danışır. Sadəcə onun sözləri rasional zəka, göz yaşları isə emosional zəkanın məhsuludur. Düzdür, həqiqətlər nədirsə özünü yaxşı edir, amma onun deməli emosiyaları da buna qarşı çıxır və göz yaşlarını saxlaya bilmirsə, bu məhz emosional sahədir. Biz deyir, karyera qurarkən də, nailiyyətlərimizdə də emosional intellekti yüksək olması vacibdir ki, biz metakognitiv birlikdə də bunu keçmişdik ki, emosiyalarımızı tənzimləməyi bacarmalıyıq, hisslərimizi tənzimləməyə bacarmalıyıq ki, uğura doğru gedək. Hər çətinlikdə neynəməliyik? Özümüzü düşkün vəziyyətə salmamalıyıq, irəliyə doğru baxmalıyıq. Bax, emosional intellekt də məhz budur.
İndi baxaq görək emosional intellekti Daniel Goleman neçə komponentə ayırmışdır. Emosional komponenti belə deyək də emosional intellekti 5 komponentə ayırır. Özünü dərk, özünü idarə etmə, motivasiya, sosial məlumatlıq və münasibətlərin idarə olunması. Gəlin indi isə bir-bir biz emosional intellektin komponentlərinə nəzər yetirək. Dedik, birinci komponentimiz hansıdır? Özünü dərk. Özünü dərk nədir, müəllimlər? Bura şəxsin özü haqqında məlumatlıq, özünü tanıma, xüsusiyyətləri və emosiyalarından agah olması daxildir. Bəzən deyir, insanlar öz hisslərindən xəbərdar olmur. Onlar ümumiyyətlə hissin nə olduğunu bilmir. Amma bu onların hisslərə malik olmadığından da xəbər vermir. Uşaqlar bəzən deyir, öz hisslərini dərk etməsələr də, onları daim təcrübədən keçirirlər. Lakin bu hissləri analiz etmirlər. Bax, deyir, məsələn, şagird hirslənib hansısa əşyanı yoldaşını tullayır. Ola bilsin ki, şagird burada neyniyir? Hələ də öz hissləri, hirsi nədirsə, özünü bunu dərk etmir. Deyir, şagird hirslənmək hissinin nə olduğunu bilmir, başa düşmür. Lakin bu hissi təcrübədə yaşayır və o bu hərəkətin səbəbini hirslənmək hissi olduğunu təhlil edə bilir. Bu da hisslərin idarə etməsini çətinləşdirir. Hissləri idarə etmək üçün ilk növbədə onları tanımaq və dərk etmək lazımdır. Deməli, bir işi, məsələn, uşaqlar görürsə, bu birinci komponentimizdir. Ancaq bunu başa düşmür, bilməyərəkdən edirsə, bu hisslərini dərk etməməkdir. Bəs hisslərini idarə etmə nədir? İnsan öz hisslərini dərk edib, anladıqdan, tanıdıqdan sonra onları daha rahat idarə edə bilər. Burada əsas nəzərə alınacaq məqam istənilən hissləri lazım gəldikdə güclü, lazım gəldikdə isə zəif. Baxın, lazım gəldikdə güclü, lazım gəldikdə isə zəif bir üzə verilməsidir. Belə ki, istənilən hiss müəyyən səbəbdən insana təbiət tərəfindən bəxş edilmişdir və onların hamısının bizim üçün əhəmiyyəti var. Bu baxımında da hətta qəzəb hissinin belə lazımı anda, lazımı miqdarda göstərilməsi insanlar arasında ünsiyyətin tənzimlənməsinə kömək edə bilər. Faktor kimi deməli çıxış edə bilər. Yəni ki, biz hisslərimizi tanıdıq ki, hirslənmək nədir? Bir şeyi, əşyanı fırlatmaq olmaz. Hirslənərkən özümüzü idarə etməyi bacarmalıyıq. Bax, bu tanıdıqdan sonra idarə etmə bacarığımız özünü idarə etməyimizdir. Və yaxud da ki, özümüzü, məsələn, hisslərimizi artıq dərk edirik, amma onu bura vururuq, bunu ora vururuq. Burada artıq biz öz hisslərimizi tanıdıqdan sonra nəyi bacarmırıq? Öz hisslərimizi idarə etməyi bacarmırıq. Bu isə bizim ikinci komponentimiz idi. Motivasiya nədir? Motivasiya isə emosional intellektin bir digər komponenti olan motivasiya insan nailiyyətə zövq edən faktorlardan biridir. Xüsusilə işləri rəvan getdiyi məqamlarda, başqa çətin situasiyalarda davamlılıq göstərməyə və nəticədə məqsədə çatmağa imkan verir. Motivasiya, müəllimlər, daxili və xarici motivasiyadır. Daxili motivasiya görülən işin özündən əldə olunan zövqdən qaynaqlanmaqla insanı davamlı fəaliyyətə təşviq edir. Yəni ki, biz özümüzü daxildən hər zaman motivasiya etməyi bacarmalıyıq. Hər zaman insan deyir, həyatında qərarlar, seçimlərdə bunu nəzərə alması, dərin sevgi, maraq göstərdiyi sahəyə yönəlməsi dolayısıyla daxili motivasiyanı kəşf etməsinin vacib məqamlarındandır. Xarici motivasiya isə müəllimlər bizə xaricdən gələn motivasiyadır ki, bu zaman məsəl üçün deyirik, müəllim şagirdləri maraq oyadır, onlarla elə ünsiyyət qurur ki, şagirdlərin də dərsə maraq oyansın. Və yaxud da ki, Daniel Goleman öz hekayəsində dedi ki, qara dərili sürücünün emosiyaları hər kəsə, belə deyək də, yoluxaraq onların hər kəs də bunda cəlb etdi və hər kəs
üzdə belə deyək, gülüş oyandı, üzlərində belə deyək, ruh yüksəkliyi oyandı. Bax, xarici motivasiya budur. Daxildən olanları biz daxilən özümüz edirik. Xaricdən olan isə kimlənsə mükafat almaq, tərtib olmaq, fərqli olmaqdan irəli gəlmiş olur. Bu isə bizim motivasiya hissəmizdir. Sonra dördüncü hissə deməli sosial məlumatlıq, empatiya hissidir. Sosial məlumatlıq deyir növbəti komponent olan deməli başqalarının hisslərindən xəbərdar olmaq. Yəni ki, empatiya hissi qarşındakının hissini başa düşmək, onu anlamaq, onun nə hiss etdiyini sən də sanki hiss edirsən, onun nə hisslər keçirdiyini sən başa düşürsənsə, bu sənin sosial məlumatlılıqdır. Bax, məsəl üçün, yoldaşın bu günlərim narahatdır, nəsə hadisə baş verib, sən onların sanki onun yerinə özünü qoyursan. Bax, bu empatiya hissi, sosial məlumatlıqdır. Onun yerinə özünü qoyaraq deyirsən ki, mən olsam indi məsəl üçün, mən də bu hissləri yaşayardım. Artıq sən onun hisslərini hiss edirsənsə, bu səndə olan empatiya hissidir. Yəni, sosial məlumatlıq kimi gedir. Və 5-ci komponentimiz isə münasibətlərin idarə olunması. Deyir, başqa insanlarla səmanəli münasibət qurmaq emosional intellektin digər vacib aspektidir ki, bunun üçün də şəxsin sosial bacarıqlara sahib olması lazımdır. Sosial bacarıqlar dedikdə aktiv dinləmək, verbal və qeyri-verbal kommunikasiya qurmaq, yəni ünsiyyət qurmaq, liderlik və inandırıcılıq qabiliyyəti nəzərdə tutulur. Deyir, onu vurğulayaq ki, sosial bacarıqlara sahibkarlıq, başqalarını anlamağı və düzgün münasibət qurmağın açar məqamıdır. Münasibət qurmaq yalnız qarşı tərəfi anlamaq deyil, müəllimlər. Eyni zamanda anlayışı ünsiyyət və kommunikasiyada tətbiq etməkdir. Yəni, ünsiyyət qurarkən artıq ön münasibətlərini idarə etməyi sən bacarmalısan. Deyir, bax, məsəl üçün, burada belə bir şey verib ki, müəllim verdiyi suallara şagird mövcud vəziyyətdən başqa prizmadan baxır. Bəlkə mən düz başa düşmədim. Gərək onu günahlandırmazdım. Əvvəl məsələni dəqiqləşdirməyərdim. Məsəl üçün, ola bilər yoldaşlarımızla aramızda anlaşılmazlıq baş verər. Bu zaman biz onlardan küsürük və yaxud da ki, onlara kobud cavab veririk. Amma münasibətlərin idarə edilməsində necədir? Münasibətlərin idarə edilməsində deyir ki, əvvəlcə neynəməliyik? Bəlkə də həm bunu empatiya hissi aşılayırıq, həm də münasibətimizi idarə etməyə çalışırıq. Bəlkə də o mənə deyir, birdən belə demək istəmədi. Mən onu səhv başa düşmüşəm. Gərək onu dəqiqləşdirərdim ki, bu nə demək istəyir? Və münasibətlərin idarə etməsi bu deməkdir. Deyir, bütün bunlar şagirdin incidiyi dostuna qarşı empatiyanı gücləndirir və onun öz davranışını, dostuna olan münasibətlərini tənzimləyə kömək edir. Beləcə də həm də özü, həm başqalarını emosiyalarını tanımaqla insanlarla düzgün münasibət qurur. Deməli, həm qarşımızda münasibətlərin idarə edilməsində, qarşımızdakında empatiya hissini, həm də ki, empatiya hissini hisslərini başa düşməklə əlavə, onları belə deyək də, dediyi hər sözə görə onlardan münasibət idarə etmədirsə inciməmək. Onları dəqiqləşdirmək lazımdır ki, heç bu mənə belə demək istəmirdi. Mən bundan niyə inciyirəm, nə səbəbə? Özümüzün belə deyək də başımızda vururuq, çöyürürük ki, yəni ki, bu insan bəlkə də belə demək istəməmişdir. Bu münasibətlərin idarə edilməsidir. Belə bir sxem verilibdir müəllimlər, emosional inkişaf etdirmək üçün şagirdləri, yəni bu sxem vasitəsilə suallar verərək emosiyalarını yönləndirə bilər. Onları yönləndirici suallardır ki, onlarda emosiyaları, intellekti inkişaf etdirə bilərik. Bir də burada əsas məqamlardan verilibdir ki, deyir, istiqamətləndirici suallar necə olmalıdır? Dəstəkləyici mühit yaradılmalıdır. Özünü qiymətləndirmə və qarşılaşdırma strategiyalarından istifadə lazımdır. Metakognitiv düşüncə dəstəkləyən fəaliyyətlərin keçirilməsi, refleks etməsi, istiqamət verməsi emosional
emosional belə deyək də intellektin formalaşmasında rolu böyükdür. İndi baxaraq suallara. Deyir, bax, məsəl üçün, özünü dərk etməsi üçün uşağa hansı emosional intellektə görə hansı sualları ünvanlaya bilərik, yəni şagirdlərimizə. Bax, deyirik ki, sən nə hiss edirsən? Bu hissini necə təsəvvür edirdin? Bu hiss sənin davranışına necə təsir etdi? Bu davranışın səbəbi nədir? Məsəl üçün, şagird nəsə bir hərəkət edirsə, bunu düzdür, başa düşmür. Mən bu şagirdə öz hərəkətini dərk etməsi üçün bu sualları belə deyərəm, ünvanlayıram. Bu hissi necə təsəvvür edirsən? Bu zaman öz təsəvvüründə hissini canlandırarkən şagird özünü dərk etməyə başlayır. Bu hiss sənin davranışına necə təsir edir? Məsələn, davranışdıqlarında baxır ki, kobudluğa yol verir, artıq bunu dərk etməyə başlayır. Bax, belə suallarla biz şagirdlərdə emosional intellekti inkişaf etdirə bilərik. Özünü idarə etmənin sualları var. Deyir, səncə baş verilənlər niyə belə reaksiya verdin? Artıq özünü dərk edibdir. Mən hər hansısa bir hərəkət edirəm, kobud bir hərəkət, reaksiyamı buna kobud verirəm. Özümü, bax, burada idarə etmənin suallarından biridir ki, şagirdə verirəm. Səncə bu verilənlər niyə belə reaksiya verirsən? Bax, şagird artıq burada anlayır ki, özümü idarə edəməmişəm ki, bu reaksiyanı vermişəm. Baş verən hadisəyə başqa tərəfdən baxmaq olarmı? Bu halda sənin belə hisslər keçirməyinin vəziyyətinə uyğundurmu? Bu hal nə üçün, belə deyək, üçün doğru reaksiya necə olardı? Bax, bu özünü idarə etmənin suallarıdır. Motivasiya. Sən fəaliyyəti həvəsləndirən mənbələr nədir, nələrdir? Bax, burada həvəs var, maraq var, motivasiya var. Çətin vəziyyətlərində motivasiyanı necə qoruyarsan, yəni özünü necə motivasiya edə bilərsən? Başqalarını səni həvəsləndirə bilərmi? Başqalarıdırsa artıq xarici faktor, xarici motivasiyadır. Hədəflərini necə qoymalıdır ki, sənə ən çox təsir etsin hədəflərin? Necə qoyulmalıdır ki, sənə ən çox təsir etsin? Bu da motivasiyanın formalaşdırılması üçün olan suallardır. Sosial məlumatlıq. Baş verən hadisəni, iştirak edənlərin hadisəni müzakirə etmisən, onların yerinə olsaydın, nə edərdin, nə üçün? Artıq özünü onun yerinə qarşındakını qoyursan. Qarşı tərəfin nə hiss etdiyini düşünürsən, onların özlərini belə aparmasının başqa səbəbi nə ola bilər? Bu da sosial məlumatlıq, empati hissidir. Artıq sonuncu komponentimiz, 5-ci komponentimiz isə münasibətlərin idarə edilməsi. Səncə, siz bir-birinizə yaxşı başa düşdünüzmü? Ünsiyyət zamanı yoldaşını sonadək dinlədinmi? Artıq bu nədir? Onları dinləmə qabiliyyətimiz, ona başa düşməyimizdir ki, münasibətlərimizi idarə etmək üçün lazımdır bizə. Sən yoldaşının haqlı olduğuna inandıra bildinmi? Nə üçün? Müzakirələrdən sonra eyni hadisəni yaşasan, necə belə deyək də, necə reaksiya verərsən? Bu da olur münasibətlərin idarə edilməsi. Bu bizim nəyimiz oldu? Emosional intellektimiz. Müəllimlər, burada emosional intellektdə belə deyək də, belə bir şəkillər qoyublar ki, təəccüb hissi, qorxu hissi, qəzəb, ikrah, kədər, sevinc. Yəni ki, biz sevinc görürsüz sondadır. Hər nə olursa olsun, biz öz emosiyalarını qoruyaraq sevinə bilərik. Bir də müəllimlər, emosional intellekt kimə nə zaman lazımdır? Biz emosional intellektə sahib şagirdlərdə düşüncə tərzinə görə də bizlərə lazımdır ki, onlarda açıq düşüncəni malik olmağı də düşüncə tərzlərinin nəzəriyyəsi olaraq açıq düşüncə tərzini də biz emosional intellekt nəzəriyyəsi ilə şagirdlərdə formalaşdıra bilərik. Onların məsələn daxildə motivasiyası onları açıq düşüncə tərzinə apara bilən motivasiyalardandır.